Salam dəyərli izləyicilər, necəsiniz? Bu gün mən sizinlə alma sirkəsi hazırlayacağam. Mən onun hələ ki əvvəlki hissəsini sizə göstərəcəm. Deməli, bizə nə lazımdır? Belə bir gördüyünüz kimi parça götürmüşəm. Hava buraxan olsun. Görürsünüz, nazik belə parçadır, hava buraxan. Tənzif də ola bilər, məsələn, bez parçadan ola bilər, tənzif də ola bilər, amma hava buraxan olsun. Qapaq qətiyyən qoymuruq. Deməli, belə bir gördüyünüz kimi banka götürdüm və bunun içində 300 qram alma var. Yəni 300 qram almayı təmizlədim, qabığını atdım, içinə atdım tumunu və bu qədər alma qaldı məndə. İndi bunu yığdım bir dənə bankaya. Gördüyünüz kimi burada məndə 30 qram şəkər tozu var. Görürsünüz, 30 qram şəkər tozu var. İndi mən onu deməli götürürəm, tökürəm bura almanın üzərinə. Belə olsa, qalanını tökün ki, hamısı tökülsün. Tökəndən sonra üzərinə və məndə burada 300 ml su var. 300 ml belə deyim, bir xursal stakan, bir də onun yarısı. Belə 200 ml tutur. 200 ml bir düzənliyə 100 ml belə desək. Yəni 2000 ölçə bilmir ilə. Deməli, bunu tökürəm onun üzərinə. Tökəndən sonra üzərinə və bir taxta qaşıqla. Baxın, görürsünüz taxta qaşıqla. Taxta qaşığında bu hissəsindən, baxın bu hissəsindən belə qarışdırırıq ki, içindəki şəkər tozu həll olsun və hamısı su ilə qarışsın. Gördüyünüz kimi belə yaxşı qarışdırırıq bunu. Siz də yaxşı belə qarışdırın. Bunu belə qarışdırandan sonra mən biraz da qarışdıracağım. Qarışdırandan sonra üzərinə baxın gördüyüm kimi parçanı qoyuruq və üzərindən bir dənə rezinlə ola bilər. Məsələn, siz sapla da bağlaya bilərsiniz. Bunu baxın belə bağlayırıq ki, buradan deşiklərdən hava keçsin ki, yəni sirkəmiz alınsın. Və bunu hər gün 2 həftə ərzində gördüyünüz kimi baxın məndə belə oldu. Bunu qarışdıracağam, biraz dibinə şəkər tozu çəkə bilər, siz də qarışdırın. Yəni hələ ki sizə belə göstərdim. Və bunu 2 həftə ərzində hər gün taxta qaşığın göstərdiyim hissəsindən, baxın bu hissəsindən qarışdırırıq hər gün. Qarışdırırıq 2 həftədən sonra və bunun bu alma olan hissələrini, yəni görəcəksiniz, üstdədir. O çökəcək altda və rəngi də bulanacaq suyun. Və sonra bunu süzəcəyik. Baxın bu almanın bu hissələrini, meyvə hissəsini süzürük.